Müharibə iştirakçılarının dövlət qayğısı ilə təmin olunması daim diqqət mərkəzində saxlanılır. Məlumdur ki, onlara bir sıra güzəşt və imtiyazlar şamil olunur. Belə ki, vergi məcəlləsinə əsasən müharibə veteranı adı almış şəxslərin hər hansı muzlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Əgər şəxs dövlət və neft-qaz sektorunda çalışırsa, bu sektorda muzlu işdə çalışan şəxslər üçün əsas iş yerində aldıqları əmək haqqının 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Misal üzərində izah etsək, tutaq ki, siz 1500 manat maaş alırsınız. Onun 200 manatı ümumi olaraq güzəşt kimi, 400 manat isə müharibə veteranı adı almış şəxslərin güzəşti kimi vergidən azaddır. Beləliklə, 1500 manata görə sizin əmək haqqınızın toplam 600 manatı vergi tutulmayan gəlirlərə aid edilir. Yox, əgər siz qeyri-neft sektorunda işləyən özəl müəssisənin əməkdaşısınızsa, o zaman maaşınızın 8000 manata qədər olan hissəsi ümumilikdə gəlir vergisindən azaddır. Eyni zamanda müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği 30 manata qədər, torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan müharibə veteranlarının əldə etdiyi gəlirlər isə ümumi qaydada vergiyə cəlb olunur.